Yaxşı. Deməli, kimi demişdim bayaq? Bizim Gəldim müəllim. Mirzəli. Gəldim mən. Aha, əla, tamam. Mirzə oxuyur. Mirzə oxu 59-u. Nə dedi deyirsən? Hansı maddələri ola bilər? Rabitə sayının atom sayı eyni olsun. Görsən, n-nı yazıb, elə. İndi baxaq görək, hansı ola bilər. Bax, H2SO3 verir. Atom sayı ayaqlarının cəmidir. Nə qədər ayaq var burada, indeksləri? 2 dənə hidrogen. Niyə 2? 2 dənə hidrogen, bir dənə kükürt, 3 dənə oksigen ayaqlarının cəmi. Bu eləyir 6. Atom sayı 6-dır. Rabitə sayını tapanda Mirzə biz nə demişdik? Oksigenin valentliyi 2-dir, ayağı da 3-dür. 2 dəfə 3-ünü neçə eləyir vuranda? 6. 6 6-ya bərabər oldu mu? Bəli, elə. Ona görə mən birincini götürərəm. Gəl indi ikinciyə baxaq. Ayaqların cəmi nə qədərdir ikincidə? Hə Mirzə? 7. 2 bəli, 2 hidrogen, 1 kükürt, 4 də oksigen. 7 dənə ayağı var. 7. Aha, atom sayı isə nədir? Rabitə sayı isə uşaqlar. Mirzə, oksigenin valentliyi 2-də, ayağı da 4-dür. 2 dəfə 4-ün neçə 8. Üst-üstə düşmədi. Bunu götürmürəm. Sonra HBO3-ə bax. Ayaqları 1, 1, 3. Neçə eləyir? 5. Ayaqları 5-dir. Rabitə sayısı 2 dəfə 3-üm 6 eləyir. Üst-üstə düşmədi. 7. Dördüncüdə. Ayaqları 3 üstə gəl, 1 üstə gəl, 4. 8 eləyir. Rabitə sayısı 2 dəfə 4-ün 8. Bu dəfə üst-üstə düşdü. 8. Bunu da götürürəm. Aha. O birisində isə ayaqların sayı görüm 5-cidən Mirzə. 6. 6 eləmir. 1, 1, 2, 4 dənə ayağı var. Atom sayı 4. Valentliyi oksigen 2-də, 2 dəfə 2-də 4. Yaxşı? 4. Deməli uşaqlar, həm birinci, həm dördüncü, həm də beşincidə, bax beşinci bir də təzədən deyirəm, H-xlor O2 verib Mirzə. Ayaqları 1, 1, 2, yəni 4 dənə atomu var və rabitə sayını tapanda dedik ki, oksigenin valentliyini ayağına vurursan. Bu da eləyir 4. Bunu da götürdüm. 1, 4, 5 olur. Sonra, Mirzədən sonra görək siyahıda kim var? Zəhra yox, əl qaldırmayın, çünki mən sırayla oxuduram. Sual sayımız gördükcə uşaqların hamısının adını çəkəcəm. Baxın, yenə deyirəm, bax, sonra təkrar deməyəcəm. Adını nöqtə ilə qoyub qoşulan var idi. Sonra Moto C05 ilə qoşulan var. Təkcə N hərfi ilə qoşulan var. Sənin adını görmürəm, N hərfi ilə qoşulan. Nazlı, sən bayaq sual oxudun. Elə bil oxudun, hə Nazlı? Nazlı. Uğur oxudacam. Siyahla oxuduram, narahat olma. N hərfi ilə qoşulan kimdir? Mən. Adın nədir? Nailə. Nailə. Hə, Nailə neçənci sinif idin sən? 8-ə keçirəm. 8-ə keçsən. Oxuyaq 61-i Nailə. Doğru olanları göstərin. 1. İyon rabitələrin sayı, 2. kovalent rabitələrin sayı, 3. rabitənin yaranmasında iştirak edən elektronların sayı, 4. atomların sayı. Aha. Bax, sənə verib Nailə alüminium 2, sonra SO4-dən 3 dənə. İyon rabitənin sayını tapanda nə edirdi? Metalımızın valentliyi 3-dür, ayağı da 2-dir. 3 dəfə 2 neçə eləyir? 6. 6. Sənə 2 verib. Bu doğru variant deyil. Tulladım getdi. Kovalent rabitənin sayını tapmağımız üçün əvvəlcə ümumi rabitənin sayını tapaq. Ümumi rabitə, bax, yuxarıdan yazıram. Ümumi rabitə Nailə bərabərdir. Oksigenin valentliyi 2-dir, Nailə. Sayı isə 4 dəfə 3-ün neçə eləyir? 12-dir. 12-nin də o valentliyi olan 2-yə vuranda neçə eləyəcək, Nailə? 24 dənə ümumi rabitən var. 24. Əla. 24 ümumi rabitənin, sən dedin ki, müəllim, iyon olanı 6 dənə idi. Yerdə qalan kovalent neçə olacaq? 24-dən 6 çıxanda neçə eləyir, Nailə? 18. 18. Sənə düz veribmi? Bəli, buna plus qoyuram. Sonra yazıb ki, rabitə yaranmasında iştirak edən, kimdir buraları yazdı, tökdü yenə? Samsung kimdirsə yazmasın zəhmət olmasa. Mən də bu nətər silim burada? Görüm bizə dəqiqə. Hə, bax, rabitə yaranmasında iştirak edən, Nailə, elektron sayı. Deyirsən, ay müəllim, burada mən bayaq saydım ki, ümumi rabitə sayı nə qədər idi, Nailə? Ümumi rabitə. 24. 24. Hər rabitə, yəni 24 dənə xəttin hərəsini 2 nöqtə yaradırsa, cəmi nə qədər rabitə yaramada iştirak edən elektronun var? 48-dən. Amma sənə 40 verib. Buna minus qoydum.
Sonra atom sayı. Gəlin də atomlarımızı sayaq Nailə. Alüminiumdan 2 dənədir. Ayaqları sayırsan da. 2 dənə alüminium var. Elə deyilmi Nailə? Tükürdün, ayağı 1-dir. Möhtəzənin də qırağına 3 yazır. 3 dəfə birim neçə eləyir? 3 elə. 3 dənə tükürdün var. 4 vur 3 neçə eləyir? 12 dənə də oksigenin var. Bu neçə eləyir? Oxşacam 17 eləyirmi? Bəli. Bəli. Deməli doğru variant 2 ilə 4 olacaq. 2 ilə 4 olacaq. Nailədən sonra Nərgiz. Mən siyahını oxuduram. Nərgiz əl qaldırmaya ehtiyac yoxdur. Buradan baxıram, amma sənin növbəndə onsuz. Yəqin ki, bizim Nərgizdən oxu. Sonra səndən sonra Uğur gəlir. Oxu görüm Nərgiz 62-ni. Amonium ionunda mübadilə mexanizmi ilə yaranan rabitələrin ümumi sayının neçə faizini təşkil edir? Aha. Əvvəla de görək amonium ionu nə idi? Necə çəkirdim? Amonium ionumuz nə idi Nərgiz? NH4. Donor oksid terapiyası var idi, müsbət. Elə deyilmi? Bəli, müəllim. İndi bunu necə çəkirim şəkil olaraq? En yazırdıq. 4 tərəfinə nə çəkirdin Nərgiz? Eyni yazırıq. H çəkirik. 4 tərəfinə H çəkirəm. Bunlardan neçəsi normal yolla yaranırdı? Aygül yazma buralara Aygül. Aha. 4 müəllimə. Bax Nərgiz, o gün öyrənirsən, bu gün yaddan çıxıb. Üçü normal yolla yaranır. Yaxşı. Biri isə donor akseptor yolla yaranmışdı. Yəni 2 nöqtəni bu qoyurdu. O birisi boş. Mütləq təkrarlamaq lazım. Nərgiz, artıq neçəni sinifsənsə ona keçirsən də. Yəni bunlar böyük uşaqların mütləq bilməli olduqları məqamlardır. Mütləq təkrarla. Kimya elə bir fəndir. Bax burada uşaqlardan Gülay ilə Elmir var. İnanın, yəni üzr istəyirəm, hər şeyi deyirəm. Hər gün də anlayıram ki, təkrar eləyin. Yəni əziyyət çəkib öyrənsinizsə, mütləq ki, bir əliniz təkrarda olsun. Eybi yox Aygül. Yəni təkrarla mütləq qızım, yaxşımı? İndi deyirsən ki, müəllim, 3 dənə hansı yolla yarandı? Üçü də mübadilə yolla yarandı. Biri isə donor akseptor yolundan yarandı. İndi sualda səndən nə istəyir Nərgiz? Deyir ki, amonium ionunda mübadilə mexanizmi ilə yaranan rabitələrin ümumi sayının neçə faizini təşkil edir? Mübadilə mexanizminin neçəsi yarandı? 3-ü. 3-ü. Ümumi nə qədər idi? 4 4-ün. Aha. Neçə faizini təşkil eləyir? Hesablayacağıq. 4-ə bölürəm 25. 25 dəfə desəm 75 faizini təşkil edir. Yaxşı? 75 faiz. Aha. Bəli, başa düşdüm. Aha. Sonra Uğur. Uğur 63 oxu. Amonium ionunda NH4 müsbət, Aha. Mhm. donor akseptor mexanizmi ilə yaranan rabitələr, Aha. mən çəkirik Necə N 4 çəkin? dənə Aha. xətt, 4 dənə xətt. Aha. hər tərəfində də H. Bu H-ın içi necə yaranırdı? Görək qulaq astımı bayaq? Mən 2 nöqtə ilə Aha, hərəsi birini verirdi, elə? Bax, məsələn, hərəsi birini verdi bunları. Amma 4-cü necə biri də yaranır? mən donorla, Bəli, donor donor. akseptor. Biri donorla. İndi deyir donor. Donorumuz nə qədərdir? Donorumuz neçə oldu? Elektron sayını soruşmur, rabitə sayı. Bax, bu bir rabitə. Cəmi 4 dənə rabitəsi var bunun. Bir dənə dənəsi verir. donor, Aha. Option nə 3 dənə qədər? də option 4 dənədir. 4. Çünki sənə desək ki, donor mübadilənin neçə faizidir? Onda deyərdim mən 1-i 3-ə bölərəm. Amma deyir donor deyir optionun, ümumi sayının deyir. Yəni 4-ün görək neçə faizidir. Bunlar da ixtisar edir 25 qalır. 25 dəfə də 25 faiz olur. Bəli, tamamilə doğrudur. Sonra baxaq görək oxumayanlardan kim var burada? Gülüstan oxudu, xanım Xədicə Mehdi Nərgiz. Nazlı sən oxudun. Kimdir sən? Zəhra oxuyacaqsın. Sıra hələ siyahıda axırıncılardasan. Gözdən Zəhra. Burada var Nazlı. Nazlı oxudun sən? Unutmuşam səni. Sonra Nəcəfova gəlir. Kimdir Nəcəfova? Səsini açsın görüm. Zəhra az qalıb. Çatırıq sənə. Neçənci sinifsən? Ona keçməm. Sən Leylasan, Nəcəfova. Hə, Leyla oxu görüm altını.
Altda D metal spirtinin suda məhlulların molekullar arasında hidrogen rabitəsinin yaranması hansı halda doğrudur? Bax, metil spirti uşaqlar, indi keçməyənləriniz də var, azyaşlılar da var da aramızda. Yox, dərs keçməyəcək, nərgiz, ancaq testlərə baxırıq. Metil spirti deməli CH3OH-dır, spirti də. Deyir, spirti təsəvvürün suya qatıbsınız. Su da nədir? H2O-dur. Deyir, bu zaman hansı molekullar arasında hidrogen rabitəsi yarana bilər? Onda götürəcəksiniz ki, uşaqlar, təsəvvürün, bax, bir qabın içərisində həm spirt molekulları var, həm su molekulları var. Həm bir su ilə, bax, HOH-la, digər bir su molekulunun arasında, bax, HOH-la HOH. Sanki bax, birincidə su ilə suyun arasındadır, Leyla. Həm sular arasında yarana bilər, həm spirtin oksigeni ilə suyun hidrogeni arasında yarana bilər. Həm də spirtlərin öz aralarında da yarana bilər. Birinin oksigeni, birinin hidrogeni arasında. Hər üç variantda doğru götürürsən. Aydındır? Yenə deyirəm, uşaqlar, bax, köhnə test topuzunda bundan 3-4 dənə sual var idi. Məsələn, birində variant metil spirti idi. O birisinin 7-ci sualı etil spirti ilə bağlı yazıb. Kim idi oxuyan? Leyla. Yəni, hamısında əgər spirti suya qatıbsansa, həm bir spirt molekulundan o biri spirt molekulunun arasında yarana bilər, həm spirtlə su arasında yarana bilər, həm də su ilə su arasında yarana bilər. Hər üç variantı da götürəcəm, Leyla. Doğru. Yaxşımı? Aha. Sonra burada gəlir Nəcəfovadan sonra Nərgiz oxudu. Pərin Nisə. Pərin Nisə. Aha. Nisə, sən 7-ni oxu. Deyir hansı birləşmə xətti quruluşa malikdir? Aha. Deməli, Bunu tapmaq üçün ya əzbərləməlisən isə, ya da ki, bir qayda var idi. Kitaba sən də təkrar bax, 11-ci sinifsə mütləq vacibdir. Bir də görsən, uşaqlara 11-ci ümumiyyətlə blokda uşaqlar 5 dənə sual nisbətən çox asan da olur. Bunu da asan sual olaraq salırlar. Çünki vaxt ikisi eləmirsən. Əzbər bildinsə tapa bilərsən. Bəs necə yanaşarsan? Deyirsən, ay müəllim, SP olanların hamısı xəttidir. SP olanları. Sonra flor 2, H2, bax flor arasında, H flor arasında. Bax bunları da biz xətti götürürük. İndi baxaq variant. H2O bilirsən ki SP3-dür. Elə deyilmi Pərnisə? Bucağı neçə idi H2O-nun? Hətta bir də görüm bucağı yadındadırmı? 104 dərəcə 104. 5. Şayət 104-ünü bilsən cavabını tapasan. Bu bucaqdır, getdi. Buna minus qoyuram. Sonra H2S verib. Bax bildiklərindən görə hansı var burada? Bax H2S var, eləmi? H2S-i mən H, S, H yazıram. 9-cu sinif dərsliyini əgər oxumusansa, orada deyirik ki, müəyyən qədər bir bucaq anlayışı var. Oxumamısansa eybi yox. Çünki mən məsələn bu sualı baxanda tutam ki, deyirsən ay müəllim, hə H2S-dən əmin deyiləm, bir bölünə sual şərəs qoyum. Mən nə bilim 9-cu sinifdə bucağını yazıb ya yox. Və yaxud da sən göyəzəndə oxuyursan da, güvənin kitabları var. At kitabı qabağına qoy, Pərnisə. Kükürt bölməsindən hidrogen sulfidasi yazacaq ki, bucaq quruluşuna malikdir. Heç nə olmaz oğul. Bucaq quruluşuna malikdir. Yəni bu da, yəni bunu bilməlisən ki, bucaq quruluşu deyil, bu da minus. Çünki sənə deyir xətti olsun. Sonra gəlim C2H6-ya. C2H6 alkandır. Bax sən keçibsən də, elə deyilmi alkanları? Alkanlarda da bilirsən ki, hansı hibridləşmə halı olub. Bütün karbon atomları sp3-dür. Yəni 109 dərəcə bucaq var. Bu da xətti deyil. Sonra gəlir C3H6 nədir bu? Hansı sinifdə? Alkendir. Alkenlər də bilirsən ki, bax alkenlərdə 2 qat rabitə olmurmu? Və yaxud da mən bunu belə oxşu çəkirəm. Bu ikisi sp2-dir. Bu da sp3-dür. Yenə də sp2 də olsa, sp3 də olsa bucaqdır. Buna minus qoyuram. Amma nəsə gəlirəm CO2-yə. CO2 bax C iki tərəfindən O. 2 dənə pi rabitəsi var deyən sp-dir. Sp olanda da biz nə götürürük? 180 dərəcə xətti. Yaxşı? Olur C bəndi. Başa düşdün? Aha. Sonra Pərnisədən sonra görək kim var burada? Siyahıda Radik, Yunusov, sonra da gəlir bizim Zəhra. Radik. Nailənin qardaşı. Oxu görüm 8-dir Radik. Neçə 9 sən hə, yoxsa ona mı keçirsən? 9-cu sinifə keçirim mən. 9-a keçsən. Görək nə deyir Radik? Molekulda ikinci və üçüncü karbon atomları hibrid vəziyyətini müəyyən edin. Aha, bax birinci karbona baxırsan ki, bu karbonun Nailə nədir dərsə qoşulmayıb Radik? Sənə telefondan qoşulub. Bir yerdə qoşulubsuz? Xeyr mən. Dərsim yoxdan qoşulub. Tamam. Bax birinci karbon görürsən ki, ətrafında neçə pi rabitəsi var? Neçə pi rabitəsi var Radik? Dərsimiz suallarımız bitəndə. Kim idisə yazdan suallarımız bitəndə qurtaracaq. Pi rabitəsi bax 2 qat rabitə var da Radik. 2 qat rabitənin biri pi rabitəsidir.
Bir rabitəsi bir dənə olanda biz bunu götürürük sp2. Bu da sp2-dir. Bu da sp2-dir. Çünki pi rabitəsi var çevrəsində bir dənə. Amma üçüncü karbonun ətrafında sağ tərəfində 2 dənə pi var. 2 dənə pi götürəndə biz sp götürürük Nadir. O bir karbona da həmçinin aiddir də. Yəni 2 dənə pisi var deyə sp götürürük. Sənə ikinci və üçüncü karbon istəyir. Nadir, ikinci karbon oldu sp2, üçüncü karbon oldu sp. Variantımız nə olacaq? A bəndi olacaq. Yaxşı. Variantımız A bəndi olacaq. Sonra Zəhra İsmailova. 9-u sən oxuyursan Zəhra. Hansı orbitalların ötürülməsi etandakı CH rabitəsinə aiddir? Aha. İndi mən sənə biraz kömək edeyim, çünki etanı falan bilmirsən. Bu artıq 10-cu sinifi bitirənlər bilir. Zəhra. Yenə deyirəm, qoşulmaqda məqsədimiz sinifimizdən asılı olmayaraq hər uşaq bunları 11 illik proqramda öyrənəcək. Ən azından söz bazanı artır. Yaxşı. Etan nədir? Bax, etan C2H6-dır. Metanı tanıyırsan elə, Zəhra, metan qazı CH4 təbii qazlar fosil yanacaqlarda falan keçirsən. Metanın elə bir qonşusudur da etan. Etanı da çəkəndə bax C, 2 dənə CC var. C2 yazmışam axı. Bu 6 dənə H da heç birində küçükünlük olmasın deyə hərəsinə 3 dənə H düşüb. Yaxşı. Bölüşdürüblər. H, H, H. Burada da H, burada da H, burada da H. Sonra deyirsən ki, ay müəllim, azdan çoxdan qavramışam ki, siz dediklərinizdə. Bu karbonun 4 tərəfində də pi rabitəsi olmadığına görə Zəhra sp3 hibrid halındadır. Eyni şəkildə bu karbon 4 tərəfdən heç bir pi rabitəsi olmadığına görə Zəhra sp3 halındadır. Kim yazır bura? Nə yazıb başlamışıqsa? Yox, deyirəm ki, testlər bitəndə dayanacaq uşaqlar. Orada mesaj yazmayın, fikrim daha. Deyir ki, indi Zəhra. Burada deyir karbon H. Bax Zəhra, görsən karbona mən nə yazdım? sp3 yazdım. Görsən qızım, karbon sp3 oldu. H-mız da bilirsən ki, həmişə H nə olur? S olur, yaxşı. Bilməsən belə keçməyibsən axı, bunu sən 10-da 11-də biləcəksən. H-lar da S olur. İndi qulaq asın hamınız və Zəhra sən də. sp3-ümüz həmişə deyirdim başı balaca, qarnı yekədir. sp3 bu karbonun şəklidir. Karbonun şəklidir. Hidrogen isə həmişə deyirdim S-lər nə olur? Kürə olur, sfera, kürə. Yaxşı. İndi hansı şəkil uyğun gəlir Zəhra? Bir bax görün. A bəndindəki. A bəndinə uyğun gələcək, tamamilə doğrudur. Sonra baxaq görək Zəhradan sonra kim idi altda duran? Ramal Əliyev, Ramal tanış gəlir, oxudu da bəyət. 80 səndə Ramal, elə Seycan Verdiyeva. Seycan. Uşaqlarımız çıxıb təkrara qayıdacaq indi yenə. Seycan. Səs açmasan başqa uşağa keçəcəm. Seycan. Bəli. Hani sən sinif idin? Salam. Sən neçənci sinif idin? 8-ə keçirəm. 8-ə keçirsən. Aha. Oxu görüm 27-ni. Maddələr H2O, NH3, CH4. Aha. Bir molekuldan. molekuldan rabitələrin əmələ gəlməsini iştirak edən hibrid orbitallarının sayı. Aha, bax H2O-da biz demişdik ki, uşaqlar, hamının diqqəti burada olsun, sp3 idi. Yəni, bax bu da sp3-dür. Yəqin digər uşaqlara qulaq asın. Bu da sp3-dür. Bu da sp3-dür. Çünki öyrənmişdik sp3-ün içərisində. Amma H2O-da oksigenin 2 dənə belə deyək də nöqtəsi, orbitalı iştirak edib. H-lara verib də. NH3-də 3 tərəfdən bax H, H, H. CH4-də isə karbon sp3 olsa da, yəni 4 dənə bunun hala 4-ü nə edib iştirak etdirib. İndi sənə deyir ki, rabitə yaranmasında iştirak edən hibrid orbitalların sayı. H2O-da ikisi iştirak elədi. NH3-də azotun 4 dənəsinin 3-ü iştirak elədi. CH4-də isə 4-ü də iştirak elədi. Yəni C böyükdür B-dən, o da böyükdür Seycan nədən? A-dan. Yaxşı. Bildin Seycan? Mən bu anlamadım. Bir də başa sala bilərsiniz. Başa salaram. Bax, sən 8-də keçirsəndən ola bilər biraz qaranlıq qalır. Bax, biz öyrənmişdik hibridləşmənin SP, SP2, bir də SP3 halı var. H2O-da SP3 idi. Yəni 4 dənə hibrid halı var. Elə deyilmi? Orbitalı var. NH3-də SP3 idi. 4 dənə, üstlərin cəmi 4 eləyir axı. 1s 3 dənə P ilə birləşib 4 dənə eyni orbital yaradırdı. CH4 də SP3-dür. Yəni 4 dənə hibrid orbitalı var. H2O-da oksigen öz 4 dənə orbitalının neçəsini iştirak elətdirib. Birini burada iştirak elətdirib, birini burada. İkisini iştirak elətdirib. Yəni rabitə yaranmasında iştirak edən hibrid orbitalın sayı 2 dənədir. NH3-də Seycan. Bax 3 dənə H ilə əlaqəyə girib. H,
H. Bayaq sən dedin ki, mənim NH3 də SP3 idi. 4 dənə var idi, amma neçəsini iştirak elətdirib? 3 dənəsini iştirak elətdirib. Buraya yazıram 3. CH4-də isə 4 tərəfdən də H ilə əhatə olunub deyən SP3 4 deməkdir də. 4-ünü də görsəm iştirak elətdirib. Birini buna, birini buna, birini buna, birini buna. 4-ünü də iştirak elətdirib. Rəqəmlərin müqayisəsini istəyir. C böyükdür B-dən. O da böyük olur nədən? A-dan. Tam başa düşməməyin normaldır, çünki hələ sən fərqlidə getirsən. Bunlar isə 9 və onun materialına aid sualdır. İndi bir partiya deyin görüm, oxumayan uşaq qaldı aranızda. Mənə elə gəlir hamının adı səsləndi. Hə, uşaqlar? İndi buradan qayıdıram kimə? Dəryaya. Dərya. 30-cu sualı oxu görüm. Dərya. Səsin gəlmişsə Hansı sıra buyur. 30 hansı sıra üzrə karbon atomunun hibrid orbitalları arasındakı bucaq kiçilir? Bax, SP-də bucaq nə idi? Nazlı bayaq 107 idi də. Qızım üzrlü say. Qayıdıram sənə. Nazlı bayaqdan yazırsınız, artıq 3-cü dəfə təkrar edirəm ki, suallarımız bitəndə bitəcək. Kim yorulub çıxıb kayıtdan baxa bilər uşaqlar. Yaxşı. Sualları yığmışam, yəni ona görə baxacaq sualları demək olar hamısına. Yorulanlar çıxa bilər. İndi qayıdıram yenə Dəryaya. Dərya neçə dedin SP-də bucaq? 180 dərəcə açıq bucaq idi də elə. Amma SP2-də neçə idi? 100. Hə, Nazlı. Nazlı yox, kim idi sual oxuyun? 20 dərəcə. Dərya. 120. SP3-də neçə idi Dərya? SP3-cü yadımda deyil mən. 109 var idi, 104 var idi, 170 var. Yəni daha balacadır. İndi sənə deyir bucaq kiçilsin. Yəni ən böyüyü bilirsən ki 180 olan ikincidir. Eləmi? Sonra 120 olan üçüncüdür. Sonra 109 olan Sonra birinci. da birinci. Aysa. Yaxşı, bu formada işləyirik. Eyvallah. Bucaq kiçilir dediyinə görə 2, 3, 1 E bəndi. Bəli, tamamilə doğru. Sonra Dəryadan sonra kim var idi? Aygül oxu. 31-ci sualı. Deyir ki, hansı sıra üzrə karbon atomları arasındakı rabitənin uzunluğu artır? Bax, indi bunu necə Burada- yanaşacaqsan? Keçməmsən Aygül, ona görə köməkli eləyim. C2H4 Aygül, bax, indi məntiqini tut biləcəksən. 2 qat rabitəsi var. C2H6-da karbonlar arasında 2 qat rabitə var. C2H2-də 3 qat rabitə var. İndi səncə, hansında rabitə daha uzun olar? Sənin fikrincə? Mənlə sən əl-ələ tutuşmuşuq, Aygül. Sinifdə Bəli. tutan sənlə mən əl-ələ tutuşmuşam. Bir əllə tutanda məsafəmiz daha yaxın olur, yoxsa iki əllə yaxın tutanda sənin əlindən? Mən məsələn bir əlim, sən də bir əlini uzatsan, mən də bir əlimi uzatmışam. Bir əllə tutanda aramız daha yaxın olur, yoxsa hərəmiz iki əlimizi də verəndə? Məncə iki əlimizi verəndə. İki əlimizi verəndə daha da yaxınlaşırıq, məsafəmiz yaxınlaşır. Bir əli olanda Onda bir əlimizi. uzunluq daha çox olur. Çünki məsələn burada 11-də oxuyan Pərənisə ilə Fidan deyir ki, və ya da Gülay da bilir də, 11-də Elmir də nədir, alkanlarda bucaq 154 olur. Amma alkenlər, yəni 2 qat rabitə olunub, bucaq getdikcə qısalaşır, 134 olur. 3 qat olunca daha da qısalır, 120 olur. Yəni ki, sənə deyir uzunluq artsın, azdan çoxa. Onda birinci gəlir Azdan 1 çoxa. olan. Azdan çoxa. Niyə 120 daha kiçik Azdan də? sonra üçüncü gəlir, Aha. sonra ikincisi, sonra birinci. 3 gəlir 120. Sonra 134 olan 1 gəlir. 3, 1, 2. Ən böyük olan da 2-dir. Baş. Aha. Sonra Mən bir şey soruşa bilərəm. soruş. Bir şey soruşa bilərəm. Soruş. Kimdir? Zəhra sənsən? Biz mənim. Soruş. Biz SP ya da SP2 bunları necə tapırıq, müəyyən edirik? SP2-ni bax, gərək qayda baxasan. Uzun deyə onun həlli. Ay, kimdir Zəhra? Qaydların hamısını atmışam qrupa. Otur təzədən bax, yaxşı? Çünki SP, Yaxşı. SP2 ən çox məsələn ehtimal olunan hal 2 qat rabitə. Məsələn 2 qat rabitə varsa SP2 götürürəm. 3 qat rabitə olanda SP götürürəm. Bir də bəzi birləşmələr var, onları artıq əzbərləmişdik dərsdə. Mütləq ki, qayda baxmalısan. Çünki azı bir 20 dəqiqə izaha vaxt lazımdır. Sonra Aygül oxudu, Dərya oxudu. Buyur Uğur. Alkin nədir? Alkeni sən keçərsən 10-cu sinifdə. 2 qat rabitəsi olan belə deyək də üzvü birləşmələri biz alken deyirik. Bunu sən öyrənməyin üçün xeyli kimyadan qaydalar öyrənməlisən. Yaxşı?
Uğur. Ona görə səbirli ol, 10-cu sinif hesabında öyrənəcəksən. Yaxşı. Uğur elə səsin açıqkən sən 32-ni oxu, sonra keçindən başqa uşağa. Bir mol natrium 2 SO4 olan polimer kovalent rabitələrin mol sayını müəyyən edin. Səncə ümumi Mən rabitə burada sayı nə qədər olar? Ümumi rabitə sayını tapanı nə edirik? Oksigen valentliyini oksigen 2 valentdir, 8. aysa ümumimiz 8 oldu. İyonu tapanda metalımız natriumda 1 valentli, ayağı da 2-dir. Neçə eləyir? Metal natrium Aha. S-də qeyri-metaldır. Bax, metalın valentliyini ayağına vuranda iyon rabitənin sayı eləyir. 2 dənə də iyon rabitən var. Yerdə qalan 8-dən 2 çıxanda neçə eləyir? 6. 6. Kovalent rabitənin sayı nə qədər olacaq? Bax, 8 ümumi idi. 2 iyondur, Altı. çıxanda 6 eləyir. İyon Bax, 6 rabitə 2-dir. aha. Yerdə qalan Bəli. 6 dənə də olacaq kovalent rabitə. Yaxşıdır bəndə. Yaxşı. Mən oxuyum. Şimdi Ayən oxuya bilərsən. Oxuyacaqsan Zəhra. Aha, 33 oxu. Burada deyir ki, 1 mol kalium 3 PO4-də olan polar kovalent rabitələrin mol sayını müəyyən edin. Aha. Biz birinci ümumi tapırıq. Ümumi tapmaq üçün oksigenin valentini 1 Dörd x-ə azaltılır. vururuq. 4-ü 2-yə vururuq 8. Aha. Ümumi 8-dir. Aha. İyon rabitəni tapmaq üçün kaliumu valentinə vururuq. Aha. Kaliumun 1 valentli olduğu üçün 1-i 3-ə vururuq 3. Polar kovalent rabitəni tapmaq üçün 8-dən 3-ü çıxırıq. Yəni ümumidən iyonu Olur. 5. 5. Aha. Yaxşı, qoy görək çoxmu sual qalıb uşaqlar. Bu ikisini də oxuyaq dayandıracağam. Qalanlarını evə verəcəm, evdə işləyirsiniz. Yaxşı. Zəhra Həsənoğlu və Ayan. İndi Ayan oxusun, sonra Zəhra oxuyacaq. 36-nı oxu Ayan. Mən bir oxudum. Sən oxudun. Zəhra Həsənoğlu kim idi Zəhra? Mən. Oxu görüm 36-nı Zəhra. Deyir hansı ifadələr doğrudur? Birinci, karbon CO molekülü. CO molekulunda donor oksigendir. Düzmü deyir? Bəli, çünki onu o. Oradan yadda saxlaya bilərsən ki, oksigenlər və azotlar donordur. Yaxşı, bu düzdür. NH4 iyonunda deyir akseptor azotdur. Amma biz nə dedik? Deyik ki, burada N hərfi var. Yəni donor sözünü o həmişə nədir? Donordur. Yəni azot dediyi burada nə olmalı? Donor olmalıdır. Onda səhv verib də akseptor yazıb azot. Xeyr, donor azot olmalı idi. Bu yanlışdır. Bu birisi nə denən Zəhra deyir H3O iyonunda akseptor hidrojen. Aha. Burada səhvdir. Çünki Yox. O hərfi donordur. Yaxşımı? Bax, burada CO-da O donor idi. Burada N donordur. Burada da O donordur. Amma sənə deyir ki, akseptor hidrogen düz verib də. Oksigen donorsa, o birisi akseptor olur. Yaxşımı? Yəni düz deyil. Bəli, düz deyir. Aha. Fidan 37-ni oxu. Yaxşı müəllimə. Karbon monoksidi veribdir orada. Deyir karbon donordur. Donorda da don sözündə görə ki, oksigen orada olmalıydı. Aha. Donor. Oksigen Ona görə olmalı. səhvdir. NH hidrokson o birisi nə idi? Amonyum ionudur. Orada da ki azot olmalıdır. Donor, hidrogen də ki akseptordur. Onu düzdür. O birisi Aha. hidroksonium ionunda isə, bəli müəllim. Hidroksonium ionunda isə oksigen donorda, hidrogen də akseptorda da Bu da düzdür. düzdür. Qalan uşaqlar nə test qaldı? Atacam PDF-i. 41-dən o yananı işləyirsiniz. Özünüzdə bir yerə qeyd edin cavablarını. Gələndə baxarıq. Yaxşı? Vaxtımız da qalar. Gələndə bu gün 4-cü dərsi, 5-ci dərsimizdə uşaqlar bunu keçib testlərinə baxandan sonra vaxtımız qalanda keçəcəm valentlik və oksiləşmə dərəcəsini. Çünki aşağı siniflərin çoxu valentlik heç bilmir nədir. Onlara baxarıq. Sağ olun, gecəniz xeyrə qalsın. Verə bilərəm. Buyur. Adını denən sonra olursa. Kimin sual vermək istəyir? Sağ olun. Aygül sənsən? Sağ olun. Kimin sual vermək istəyir? Dərya sənsən? Mən idim Fidan. Hə, buyur Fidan. Məncəsi ki, karbon disulfitdir, yoxsa iddi? Disulfid. CF2. T-da. D. Aha. Karbon. Hə, kükürt flor yazmışam. Karbon S2. Bəli. Karbon disulfid. İd. Ümumiyyətlə, oksigençilərin hamısı id oxunulur da kükürtlərin. Amma it olanda oksigen olan idi. Əslində, bunun oksigenli versiyası yoxdur. Bax, məsələn, sən deyə bilərsən H2S sulfiddir, amma məsələn H2SO3 sulfiddir.
Sən belə Hə, CFC-dən tamam. başqa bir versiya yoxdur zaten, oksigenli versiya. Yaxşı? Oldu mənim. Sağ Aha, ol. sağ ol. Bu nə idi?